Evində boya çörəyi olmayan bütün qonşular, bütün qohumlar sizə paxıllıq edəcək. Niyə? İndi mən sizə deyərəm. Deməli, boya çörəklərimizi götürürük, kənarlarını kəsirik, bax belə xırda-xırda doğrayırıq. Üzərinə biraz süd əlavə edirik. Və başlayırıq bunu yoğurmağa. Xəmirimizi yoğurduq. Əlavə də biz 2 stəkan pesok, 2 stəkan suyu şərbət halına alırıq, qaynadırıq. Üzərinə hild əlavə edirik, gözəl qoxu olduğu üçün. Sonra qabımızı götürürük, içərisinə yağ əlavə edirik, qoyuruq qızmağa. Yağımız qızana qədər biz həmin xəmiri götürürük, bax belə yumrulayırıq. Yumru-yumru hazırlayırıq. Qızartdıq bunları yaxşı-yaxşı və üzərinə hazırladığımız şərbəti əlavə edirik, amma süzürük. Təxminən 10-15 dəqiqə saxlayırıq ki, o şərbəti içinə çəksin. 15 minutes later. İndi də dadına baxırıq. Bunu bişirin, nəsliniz şoka düşəcək. Çox qəşəng, çox ləzzətli. Əllərimə sağlıq.